Salam, xəbərlərlə tanış olun. Ermənistan silahlı qüvvələri təmas xəttində yerləşən kəndləri bu gecədə atəşə tutub. Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə pozulub. Düşmən cavab atəşi ilə susturulub. Azərbaycan silahlı qüvvələrinin əskəri hərbiçi yoldaşını bıçaqlayıb. Hadisə Müdafiə Nazirliyinin Ensali hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əskəri Seymur Hüseynov aralarında yaranmış mübahisə zəminində əskər yoldaşı Habil Bayramova bıçaqla xəsarət yetirib. Yaralı əskər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib və insidentlə bağlı araşdırma aparılır. Ukrayna prezidenti Pyotr Poroshenko ölkənin şərqindəki strateji əhəmiyyətli Slavyansk şəhərinin separatçı terrorçu qruplaşmalardan azad edilməsi ilə bağlı açıqlama verib. Ukrayna prezidentinin şəxsi səhifəsində yerləşdirilən açıqlamada deyilir: Silahlı qüvvələrin baş qərargah rəisi Viktor Muzhenko mənə xəbər verdi ki, bu gecə silahlılar Slavyanskdan çıxmağa cəhd göstərib və Ukrayna hərbiçilərinin atəşi altında qalıblar. Nəticədə silahlılara məxsus 1 tank, 2 BMP və 2 BMD vurulub. Hazırda Slavyanskda silahlı qüvvələrin və Milli Qvardiyanın kəşfiyyatı çalışır. Yerli sakinlər silahları gətirib bizim hərbiçilərə verir. Mənim elan etdiyim sülh planı çərçivəsində tərki silah elə bu deməkdir. Baş qərargah rəisinə tapşırıq verdim ki, Slavyansk üzərində Ukraynanın dövlət bayrağını qaldırsın. Statın sonu. Avstraliya Hava Yolları şirkətindən birinə məxsus təyyarədə həyəcanlı anlar yaşanıb. Birləşmiş Ştatların Los Angeles şəhərindən Avstraliyanın Melbourne şəhərinə uçan təyyarə 1 saat havada qaldıqdan sonra məcburi eniş etməli olub. Belə ki, təyyarə havadaykən birdən tavanından su sızmağa başlayıb. Nəticədə sərnişinlərdən bəzilərinin oturacaqları islanıb. Koridorun bir hissəsini isə su basıb. Bu da sərnişinlər arasında təşviş yaradıb. 1 saat havada qalan təyyarə Los Angelesə geri qayıtmalı olub. Hava yolu şirkətindən verilən açıqlamada su sızmasının sərnişinlər üçün təhlükə yaratmadığı və su borusunda meydana gələn partlama nəticəsində baş verdiyi bildirilir. Hava haqqında məlumatla tanış olun. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 33-38 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti 22-25 dərəcə isti təşkil edəcək.